Hamıya salam dəyərli izləyicilər, xoş gördük. Bu günləri mən sizlərə Pinduoduo saytından Azərbaycana necə məhsul sifariş edə bilərik, çatdırılma qaydası, həmçinin hansı kargo şirkəti daha uyğundur, daha münasibdir və həmin kargo şirkəti vasitəsilə Azərbaycana Pinduoduo'dan sifarişlərimizi necə gətirə bilərik, onları göstərəcəm. İnanıram ki, hər biriniz üçün faydalı və maraqlı bir video olacaqdır. Dəyərli izləyicilər, indi isə vaxt itirmədən keçək videoya. Dəyərli izləyicilər, Pinduoduo saytından sifariş etmək üçün biz Coliplus şirkətindən istifadə edəcəyik. Həqiqətən sizə də tövsiyə edirəm. Həm çatdırılma qiymətinə görə, həm də Azərbaycana çatdırılma müddəti daha qısa müddəti olur. Coliplus şirkətindən ilk öncə biz qeydiyyatdan keçməliyik və daha sonra isə Pinduoduo saytında Coliplus'ın xarici anbar məlumatlarını qeyd etməliyik. Coliplus'a biz daxil olacağıq və qısa olaraq sizə məlumat verim Coliplus şirkətindən qeydiyyat barəsində. Daxil olduqdan sonra baxın burada bizdə bağlamalar, ünvanlar və sair kimi bölmələr mövcuddur. İlk öncə biz daxil olmaq üçün qeydiyyatdan keçməliyik. Baxın menyuya gəldiyimiz zaman aşağıda qeydiyyatdan keç bölməsi mövcuddur. Bura bir dəfə klik etdikdən sonra növbəti səhifədə isə biz ad, soyad, e-mail, mobil nömrə, şifrə və sair kimi məlumatları yazıb qeydiyyatdan keçəcəyik. Mənim qeydiyyatım mövcud olduğu üçün sizə bunları göstərməyəcəm. Çox rahat bir prosesdir. Növbəti prosesimiz isə App Store və yaxud da Play Store mağazasına gəlib Pinduoduo yüklü deyilsə əgər sizdə yükləməlisiniz bu proqramı. Baxın gördüyünüz kimi App Store-da mövcuddur. Play Store-da mövcud olmayan telefonlarda isə sizə yuxarıda kartlarda çıxan videomuzu izləyib həmin video vasitəsilə Pinduoduo yüklənməyən telefonda yükləyə bilərsiniz. Yüklədikdən sonra biz gələcəyik. Bütün proqramlarımız mövcuddur. Əlavə olaraq yuxarıda sağ tərəfdə çıxan kartlardan necə Pinduoduo'nun içindəki Çin dilinə Azərbaycan dilinə çevirə bilərik, onları da izah etmişəm. Rahat olsun, bir videoya sığdırmayaq. İndi biz sifariş etmək üçün daxil olacağıq Pinduoduo'ya. Sağ tərəfdə belə smailik işarəsi var. Ən küncdə. Ona bir dəfə klik edirik, bizi zaten yönləndirir. Əgər yönləndirmə olmadısa, yuxarıda adam işarəsinin sağında Çin hieroqliflərlə yazılmış bir bölmə var. Buna bir dəfə klik edirik, yenə həminki bölməyə qayıdırıq. Burada Facebook var, Google var, telefon nömrəsi var. Əgər sizə Google rahatsa Google-dan keçin. Yox, telefon nömrəsi rahatsa telefon nömrəsindən keçin. Mən özüm telefon nömrəsindən qeydiyyatdan keçirəm. Buna bir dəfə klik edirəm. Burada telefon nömrəmi yazıram və yazandan sonra təsdiq kodu gələcək. Onu qeyd edirəm və ondan sonra qırmızı düyməyə klik edirəm. İndi sizə göstərmək məqsədinə ondan sonraki prosesdə nə etməliyik, onu da göstərirəm indi. Aha, növbəti səhifədə bizim telefon nömrəmizə kod gəlməlidir. O kodu bura yazırıq. Yazdıqdan sonra artıq bizim hesabımız aktivləşdi. Daha sonra axtarış bölməsindən istədiyimiz bir məhsulu axtara bilərik. Nəzərinizə çatdırım ki, burada bir çox brend markaları da tapa bilərsiniz. Bizim şərhlər bölməsinə baxsaz, orada Pinduoduo'da sifariş etməmişdən öncə hansı ki məhsulların altında işarələri olur. Xüsusi işarələrdir. O işarələri də bilsəniz daha yaxşı olar. Məhsulun brend olub olmadığını, orijinal olub olmadığını seçə biləsiniz. Həmçinin məhsulun endirimdə olub olmağını da həmin o işarələrlə bilmək olar. Onu da mütləq deməli aşağıda videonun şərhlər bölməsinə baxın, orada başa sabitləmişəm. İndi biz hər hansı bir məhsulu axtaracağıq. Sizlərə örnək məqsədi ilə tişört yaza bilərik. Tişört for men. Baxın, burada məsələn bu məhsulda bu qara kristal belə kvadratın içində yazı olmağı məhsulun brend olması deməkdir. Yəni brend markaya aid olması deməkdir. Orijinal bir məhsuldur. Əlavə olaraq yaşıl və qara olması məhsulun endirimə düşməsi deməkdir. Məsələn, qara həm brend məhsuldur, lakin endirimə düşüb 26 dollardan 16 dollara. Ətraflı olaraq videonun altında şərh bölməsində həmin videonu da qeyd etmişəm. Əgər izləməmisinizsə mütləq onu da izləyin. Daha sonra qayıdın bu videoya baxın. Yəni qısa bir onsuz da short videosudur. 15-20 saniyəlik bir videodur maksimum. Aha, biz məhsulu almamışdan öncə nələrə diqqət etməliyik? Aşağıda translate etməliyik. Baxın bu assistive touch vasitəsilə məhsulu çeviririk. Baxın gördüyünüz kimi yazıb ki, bu məhsul 100% orijinaldır. Məhsulu qiymətləndirilməsi var, hansı ki məhsulu alanlar burada öz fikirlərini bölüşüblər. Burada ölçülər mövcuddur. Ölçülərə də ətraflı baxa bilərik. Və yaxud da burada məhsul haqqında, məhsulun pambıqdır, yoxsa pambıq deyil, digər kimi hansı mövsümdə geyinə bilərik, hara geyinə bilərik, onlar haqqında məlumatlar var. Baxın, mövsüm deməli əsasən yaydır. Məhdudiyyət qoyulmur, amma yayda əsasən geyinilir. Antibakterialdır, qırışa davamlıdır, nəfəs alandır, yun deyil. Ondan sonra burada tərkib hissəsi böyük ehtimal ki, pambıq və yaxud da ki, poliester olmağı olacaq, amma parça materialı pambıq yuxarıda qeyd olunub bu. Bunu başa düşmədim açığı. Əgər bilənlər varsa yaza bilər. 30%, 50% nədir? Əlavə olaraq aşağıda ölçülər haqqında məlumatlar var.
Məhsulun detallı görüntüləri mövcuddur. Tiftiklənmə etməyən bir materialdır, əzilməyən materialdır, sıxılmaya davamlıdır və s. və s. Biz bu məhsulu almaq üçün birbaşa burada 1689 üzərinə klik edib birbaşa ala da bilərik və yaxud da səbətimizə də ata bilərik. Səbətimizə atmaq üçün burada səbət yoxdur, daha doğrusu ürəyimizə ata bilərik. Solda gördüyünüz kimi ürək işarəsi var. Buna bir dəfə klik eləyirik. Məhsulumuz gedir ürəyimizə. Ürəyimizə düşdüyünü hardan görə bilərik? Gəlirik ən sağda, aşağıda bu smiley işarəsi var. Buna. Daha sonra baxın bu bölmədə solda paketli ürəyimiz var. Ürəyimizə daxil oluruq və gördüyünüz kimi məhsul bura düşmüşdür. İndi mən bu tişörtü almayacağam. Burada qeyd olunan məhsulları alacağam. Məsələn bu corabları və bu saatı. Ümumilikdə 11 yuan eləyir. Yuanı Azərbaycan manatına çevirmək üçün axtarış yerinə yuan to AZN yazırıq Google-da. 11 nöqtə neçə idi? 15. 2 manat 77 qəpik bu məhsullara pul ödəyəcəyik ümumilikdə. Həm qol saatına, əlavə olaraq da 5 dənə corabımıza 2 manat 77 qəpik. Aşağıda qırmızı bölməyə klik edirik. Daha sonra yuxarıda gördüyünüz bu hissədə adresimizi əlavə edəcəyik. Buna bir dəfə klik edirik. Daha sonra yenə qırmızı hissəyə klik edirik. Açılan hissədə birinci damaya nə yazacağıq? Sizə indi onu göstərəcəm. Orada şablon olaraq Ali yazılıb məndə. Sizdə də öz adınız yazıla bilər və yaxud da telefon nömrəniz yazıla bilər. Deməli qayıdırıq Koli Plus-a. Koli Plus-a gəlirik. Burada ünvanların bölməsi, Çin ölkəsini seçirik. Name surname yerindən biz ad soyadımızı kopyalayırıq, qayıdırıq bura. Gördüyünüz kimi ad soyadımızı kopyaladıq, yapışdırdıq bura. İkinci hissəyə telefon nömrəmizi yazacağıq. An number kopyalayırıq, qayıdırıq bura və nömrəmizi yapışdırdıq bura. Üçüncü bölmədə province bölməsini bura gəlib yazacağıq. Province'ımız Ali Qasımzadə Kolinin altındakı province bölməsi. Sizə məsləhətim budur ki, burada Çin hieroqliflərini birinci hərfi ilə tapmaq mümkündür. Yəni onsuz da cümlənin başlanğıcları demək olar ki, fərqli olur. Baxın, belə düz bucağa oxşar bir hərfdir. Gəlib onu tapacağıq. Düz bucağa oxşar. Aha, gördüyünüz kimi bu hissədə tapdıq. Bir də ən sonuncu hieroqlifi hansıdırsa yoxlayırıq. Aha. Sonra keçdi növbəti hissəyə. Növbəti hissəyə city bölməsi qeyd olunacaq. City'miz isə budur. Düz bucaqlı şəklində. Sonra isə belə dalğavari bir işarədir. Bucağımızı tapırıq. Dalğavaridir. Belə qəribə bir işarədir. Onu da tapdıq. Qeyd elədik, elə birinci idi. Sonra isə üçüncü distrikt bölməsini yazacağıq. Distrikt bölməmiz isə buradadır. Mən birinci siyahı listinə oxşuyur. Axırda da X-i var. Onu da tapacağıq. Siyahı listi və X-i var. Zaten baxsaq, içlərində bilən siyahı listi olan budur. Gördüyünüz kimi. Siyahı listi və X-imiz. Yazdıq. Bir daha yoxlayırıq doğru olub olmamasını. Aha, dördüncü xanamıza isə biz gələcəyik, aşağı düşəcəyik. Burada adres line bölməsi var. İngilis dilində olur. Bunu kopyalayacağıq, gəlib yapışdıracağıq bura. İzin ver deyəcəm. Daha sonra isə yapışdıracağım bura. Burada isə bizim Koli ilə olan müştəri kodumuz qeyd olunub. Daha sonra qırmızı aşağıda çıxanıya bir dəfə klik eləyəcəyik və bizdə burada nömrə xətası verdi. Nömrə xətasını silmək üçün burada plus 86-nı siləyirik. 156 ilə olan hissə qalır. Bütün məlumatlarımız burada qeyd olundu. Artıq ödəniş hissəsinə keçə bilərik. Bizdə ödəniş vasitəsi olaraq WeChat var. Daha sonra bank kartları var, kredit kartları var. Daha sonra Apple Pay ilə də ödəyə bilərik. Alipay var. Bizə lazım olan burada kredit və debit kartıdır. Baxın, bunu seçim eləyirsiniz aşağıda. Adresimizi yazdıq, məhsullarımızı seçdik. Düşdük aşağı, kredit, debit kartı seçdik və aşağıda qırmızı hissəyə bir daha klik edirik və bizi ödəniş hissəsinə yönləndirir. Və burada da bizdən deməli tərcümə eləyək. Xidmət haqqı deməli tutur 13 yuan. Xırda bir məbləğdir. 2 yuan bizdən xidmət haqqı tutacaq, eybi yoxdur. 13.15 yuan ödəniş eləyəcəyik. Ümumilikdə ödəyəcəyimiz məbləği görmək üçün biz qayıdacağıq ki, hansı ki burada Google Chrome-da yuan to AZN. Yuanı manata çevirəcəyik. 13.25 yuanımız. 3 manat 30 qəpik pul çıxılmalıdır bizdən. Kartdan pul çıxılanda mən onu gedib baxacağam ki, həqiqətən əlavə bir komissiya pul çıxılmadı ki, yəni tamına 13 manat 27 qəpik çıxıldı. Yəni onu yoxlamaq məqsədilə baxıram. Kart number bölməsində isə biz kart məlumatlarımızı daxil edəcəyik və daha sonra pay bölməsinə bir dəfə klik edəcəyik və ödənişimiz təsdiqlənəcək. İndi mən burada kart məlumatlarım düşməsin deyə növbəti səhifədən davam edəcəm. Dostlar, ödəniş etdikdən sonra bizi səhifədən yönləndirdi bu səhifəyə və indi tərcümə edirik. Sizlərlə birlikdə baxaq görək nə yazılıb. Qrup sifarişi uğurlu oldu. Çatdırılmanız gözlənilir. Təşəkkürlər Pinduodu. Daha sonra gördüyünüz kimi bura zaman işarəsinin üstünə 2 düşdü. Yəni ki, məhsullarımızın burada izləyə bilərik ki, hardadır. Yəni burada Çin dili sizi qorxutmasın. Tərcümə etmək üçün alətimiz əlimizin altındadır. Bir dəfə buna klik edirik. Tərcümə eləyir ekranımızı. Hətta üzərinə bir dəfə klik eləyəndə də tərcüməni dayandırır. Baxa bilək ki, haranı tərcümə edib. Geri ödəmə var. Yenidən
qrup sifarişi var, təcili çatdırılma var. Əlavə olaraq əgər burada səhv sifariş etmişiksə, gəlirik bu bölməyə, məhsulu burada geri ödənişini istəyə bilərik. Aha, buna bir dəfə klik edəcəyik, pulumuz geri qaytarılacaq. Amma elə eləyin ki, səhvlik olmasın, çünki sonra pulunuzu gözləmək prosesi sizi yora bilər. Yəni məsləhətim budur ki, sifarişdən öncə diqqətli olun. Daha sonrakı proseslər haqqında məlumatı mən növbəti videomda çəkəcəm. Bəyannamə ilə bağlı, hansı ki, nələri etmək lazımdır, Koliplasda faktura əlavə etməliyikmi, etməli deyilikmi və s. kimi məlumatlar barəsində. Ümumilikdə hardasa sifariş etdikdən sonra 3-5 gün ərzində, əgər 6 bazar və bayrama düşmürsə, 3-5 gün ərzində bizim məhsullarımız Koliplasın xarici anbarına veriləcək və bizə Koliplasın bağlamalar bölməsində həmin məhsullar yansıyacaq. Məsləhətim budur ki, bu videonu izlədinizsə, sifarişlər barəsində tam ətraflı məlumata yiyələnmək üçün sifariş etməmişdən öncə bəyannamə qaydamızın da videosunu gözləyin, ondan sonra sifariş edin. Bu qədər dəyərli izləyicilər, inanıram ki, hər biriniz üçün faydalı və maraqlı bir video oldu. Və dəyərli izləyicilər, daha bir videonun sonuna gəldik. Çatdıq, inanıram ki, hər biriniz üçün faydalı bir video olmuşdur. Aşağıdan hələ də kanalıma abunə değilsinizsə, bir saniyənizi ayırıb kanalıma abunə olmağı, videonu bəyənməyi və bu haqda məlumat olmayan dostlarınızla videonun linkini aşağıdan kopyalayıb onlarla da bölüşməyi unutmayın. Özünüzə çox yaxşı baxın. Gələcək videolarda görüşənədək hələlik.